Mən neyniyim ki, yəni Səbail komandası yəni bir dəstək görmür heç yandan. Yəni bugünkü gündə biz qələbə qazanırıq, bizim üzr istəyirəm, mükafatımız 500 manat olur. Yəni 500 manat siz təsəvvür edirsiniz. Yəni biz pula görə oynamırıq, amma sadəcə olaraq bu durumda axırıncı yerdə gedən komandaya motivasiya olaraq hər hansı bir dəstək olmalıdır. Yəni razısınız da, yəni bugün Gəncə hansısa komandanın üzərində qələbə qazanır, məsəl üçün əməlli başlı pul alır. Amma biz yəni çətinliklər çox həddindən artıq. Cavid bəy, bir də o məsələləri komplektləşdirsək, onda belə demək olar ki, rəhbərlik sizi başqa vədlə çağırıb əməl eləməyib. Yəni bu qədər tək qalmışsınızsa meydanda, buna yəni, biraz... Mən özünüz yəqin ki, məni belə deyim də, peşəkar liqada oynayanda 16-17 yaşım vardı. O vaxtdan bəri tanıyırsınız. Yəni xarakterimi, xasiyyətimi, mərdliyimi, cəsarətimi bilirsiniz. Yəni sözü üzə deyən, həqiqəti vurğulayan. Yəni mən sadəcə olaraq deyirəmsə tək qalmışam, demək ki, tək qalmışam. Yəni budur. Yəni mən bunun xırdalığını vermirəm. Sağ olun. Yəni bu həlledici məqamda hansı ki dəstək görməz, tək qalmışsınızsa, onda belə çıxır ki, artıq barışmaq məcburiyyətindəsiz sonuncu pillədə olmağına. Çünki bu həlledici məqamda dəstək yoxdursa, yəni necə çıxa bilərsiniz? Mən barışmıram. Yox, yəni komandanın təksə məcbursa barışmağa. Mən komandama, futbolçulara cavab deyəm. Mən barışmayacağam. Axırıncı, belə deyim də, damla deyir, qanıma qədər mücadilə eləyəcəm. Sonuna qədər eləyəcəm. Amma sadəcə olaraq deyirəm ki, yəni biz bu durumdan çıxmaq istəyirsə, birlikdə çıxmalıyıq. Yəni, ola bilməz. Bir məhsin işi deyil, hansısa uğurlu nəticə vermək. O komandanın, kollektivin işidir.